Ay yenə belə oldu. 81 yazır, hər şey görür. Suyu bağlayıb açırsam belə vəziyyət yaranır. Bak qazın da şeyində üstündə şey var da belə xət. Sime Bravo Slim modeldir. Mehdiabaddan müştəri bizə A81 ilə bağlı müraciət eləmişdi. Ustalarımız tərəfindən yerində baxış keçirildi, kalibrovka eləməyə çalışıblar. Lakin həm düymələr donduğuna görə, həm də yatışda saxlamadığına görə plata sökülüb servisə təmirə gətirildi. Təmirdən sonra ilk işə salmalı sizinlə bircə eləyəcəyik. Mən təmir eləmişəm, hazırda hazırdır. İlk növbədə parametrlərə giririk, təmirdən sonra işləməyini test edəcəyik. Yəni sizdə də belə bir problemlər varsa, bizə müraciət edin. Biz təmir edib, zəmanətli şəkildə sizə təhvil verəcəyik. Hər bir xəta kodlarını biz bərpa edirik zəmanətli şəkildə. Al 06, al 81, al 82, 83, 37, al 11, al 80, ümumiyyətlə plata ilə bağlı bütün problemləri biz həll edirik. Təzə plata almağa ehtiyac qalmır. Parametrlərdən sonra biz avtomatik kalibrovkaya girəcəyik. Üzrün sayını həm çəkirəm, ona görə hər iki düyməni basıb sağdakıları sağ və solu basıb saxlayırıq. Avtokalibrovkaya giririk. Hal-hazırda siqnalımız qaydasındadır. 15 kHz. Yuxarı qaz təzyiqini qaldırırıq. Təxminən 8 millivara ayarlayıram. Kilovatından asılı olaraq bu nizamlanır. Bəzi modellərdə 10 millibar, bəzilərində isə 9 millibar. Yəni istifadə təlimat kitabında yazılıb, ora baxıb eləyə bilərsiniz sizdən. Mən indi test üçün 8 millivara nizamlayacağım qaz təzyiqini. Bu manometr deyil, testerdir, yəni testerini mən bilirəm. Təxminən 8 millivara nizamladıq. Aşağı qaz təzyiqini nizamlayıram. Aşağı qaz təzyiqini 2-2,5 millivara qoysanız bəs eləyir. Onu da nizamladım. Ayarları indi bir də yoxlayırıq. Yuxarı qaz təzyiqimizi qoymuşduq 8 millivara, 8 millibardır, aşağıda 2 millivara. İndi verilənləri, ayarları təkrarən yoxlayıram bir də. Aşağı qaz təzyiqi, bu da normal və yaddaşa verirəm. Yaddaşa verdim. İndi mən təkrar işə salıb qış rejimində temperaturu 55 dərəcə qoyub test edirəm. 55 dərəcə. Gözlərim. Nastroykadan sonra pompa qoşulur, fan qoşulur. Alov aşkarlandı, gördüğünüz kimi. Modülyasiya temperatura göre yüksəldirək. Qaz klapanını biraz daha çox açmağa çalışır ki, PWM siqnallar da lazım olan səviyyədədir, heç bir problem yoxdur. Hal-hazırda kombimiz, yəni daha doğrusu platamız düzgün şəkildə işləyir. Temperatura uyğun qaz təzyiqini azaltmağa və çoxaltmağa başlayır. Artıq 68% qədər aşağı salmağa başlayıb. Hər şey normal və qaydasında işləyir. İnşallah testdən sonra
ustalarımız tərəfindən aparıb plata komun üzərinə qoyulub, nastroyka olunub, müştəriyə təhvil veriləcək.